500 min Amerika dolları dəyərində investisiya almışıq. Bu bizim proyektimizi bitirməyimiz üçün lazım olan nəvacibdir. Özümüz də bilirik ki, hər zaman hər şey istədiyimiz kimi, planladığımız kimi getmir. Maddi resursdan nə qədər istifadə etdiniz və ya həmin maddi resursu necə təmin etdiniz? Elə bir mərhələyə çatmışıq ki, artıq həqiqətən də investora bir şeylər göstərib bizim uğurlu ola biləcəyimizi inandırma mərhələsindəyik. AI hal-hazırda bizim 2D artistlərimizin və yaxud 3D artistlərimizin işini deyərdim ki, bəzi momentlərdə 2x, 3x-ə qədər artıra bilir. Salam əzizləyicilər, hər vaxtınız xeyir olsun. Hər birinizə xoş izləmələr arzulayıram. Bugünkü videomuzda biz oyun yaratmaq və oyun studiyaları haqqında danışacağıq və bu podkastda bizə öz təcrübələrindən danışacaq qonağımız bu yaxınlarda $500,000 investisiya alan Polydream studiyasının yaradıcısı və bu sahədə illərlə təcrübəsi olan Fariz bəy Bədilzadə. Xoş gəlmisiniz Fariz bəy. İlk öncə özünüz barəsində izləyicilərə bir qədər məlumat verə bilərsinizmi ki, təhsilinizi harda almısınız, məktəb, universitet, sonra hansı iş təcrübəniz var? Salam Tunar, ilk öncə məni bura dəvət etdiyin üçün sənə minnətdaram. Adım Farizdir, Fariz Bədəlzadə. 33 yaşım var. Sumqayıt şəhərində anadan olmuşam. Məktəb təhsilimi Sumqayıtda liseydə, İstedad liseyində almışam. Ondan sonra bakalavr təhsilimi 2 il İstanbulda, 2 ildə davamlı Barselona şəhərində almışam. Ondan sonra geri qayıdıb burada Azərbaycanda işə başlamışam. İlk iş təcrübəm mühasibatlıq üzrə olub. Asfen şirkətində Şahdəniz 2 proyektində işləmişəm mühasib kimi 2 ilə yaxın. Ondan sonra isə hal-hazırda Polydream studiyasında rəhbər kimi, CEO kimi çalışırıq. Bir şeylər ortalığa çıxartmağa çalışırıq. Uğurlar arzulayıram ilk öncə sizin studiya layihənizdə, həmin o yaratdığınız oyunda və digər layihələrdə. Düşünürəm ki, ümumiyyətlə bu yaxınlarda, bu son illərdə Azərbaycanda xüsusilə həmin oyun industriyası inkişafdadır. Bəzi yeni təşəbbüslər var və bunun nəticəsində də bir neçə yeni oyun studiyaları yaranıb və sizin elə bu sahəyə, yəni oyun yaratmağa mı deyim, oyun industriyasına gətirən nə oldu? Yəni necə oldu bu sahəyə başladınız? Təşəkkür edirəm. Bu sənayəyə ilk addımlar məndə 2016-cı ildə Kod Akademiyadan tanıdığımız Ülvi Aslanov var. Onunla biz Sumqayıtdan tanışıq, dostuq. Onun sayəsində girmişəm bu oyun sənayesinə. İlk addımlar onun təklifi ilə ilk öncə bir mobil oyun düzəltmişik. Birlikdə ki, bir şeylər yaradaq, bir ideyaları reallığa çevirək. Ondan sonra gördüm ki, həqiqətən də ağlımızda olan fantaziyaların oyuna çevrilməyi mənə xoşdur, yaradıcılıq mənə xoşdur və xoş təəssürat verir və bundan zövq alıram. Ona görə də bu oyun sənayesinə yavaş-yavaş addımlarımı atdım. Çox gözəl və sizin bu oyun sənayesinə girməkdə, yəni bir oyun yaratmaqda həmin o layihədə belə deyək, vəzifəniz nə idi? Yəni siz oyun yaratmaq üçün xüsusi bacarıqlara yiyələndinizmi, yoxsa əvvəldən olan həmin o mühasibatlıq bacarıqlarınız və universitetdən olan biliklərinizdən istifadə ediniz? Yox, ilk öncə həmin ilk addımlarda Ülvi ilə sadəcə bir ideyamız var idi və bu ideyanı bizə kömək eləməkdə bizim developer olaraq Şamxal Quliyev vardı. Onun üçümüzün birlikdə yaratdığı bir ideya sayəsində bir oyun düzəltmişdik. Yəni orada mənim xüsusi bir bacarığım və yaxud da yəni hər hansı bir development və orada heç bir bacarıq əslində lazım deyildi. Sadəcə kreativlik və düşünüb bir ortaya normal ideya çıxartmaq idi. Onda Ülvi bəy artıq 80%-ni həll eləmişdi. Developerdə Şamxal var idi. Sadəcə biz birlikdə iş görməyə başladıq. Ondan sonra 2018-ci ildə mən artıq komanda formasında bir studiya qurmağa qərar verdim. Bu 2018-də olan Polydream idi, yoxsa başqa bir studiya? Xeyr, o Bad Button Studio adında bir studiya idi. O studiyanın tərkibində 30-a yaxın işçi işləyirdi. Komanda yoldaşlarım var idi və biz birlikdə birinci onlayn multiplayer tarixə əsaslanan bir strategiya oyunu düzəltdik. Ondan sonra 30-35 mobil oyunlar üzərində çalışdıq və biz belə yoxlaya-yoxlaya, hər şeyi test eləyə-eləyə, öyrənə-öyrənə gəlib çıxmışıq Polydream Studio səviyyəsinə. 2022-ci ildə komandanın adını dəyişərək Polydream Studio elədik. Yəni yeni səhifə açdıq biz öz tariximizdə, bəli, öz təcrübə yolumuzda. Və belə 2022-dən bu yana Polydream Studioda komanda formasında bir proyekt üstündə işləyirik. White Desert adında. Az öncə də bildirdin ki, 500 min Amerika dolları dəyərində investisiya almışıq. Bu bizim proyektimizi bitirməyimiz üçün lazım olan nəvacibdir. Bizə həmin o White Desert oyunu barəsində bir qədər məlumat verə bilərsinizmi ki, ümumiyyətlə oyunun ssenarisi nədir? Hər şeydən əvvəl də bu oyunun ideyası necə yarandı və burada dediyim komanda işi nə qədər əhəmiyyət kəsb edir?
2021-ci ilin sonlarında mobil oyundan biz hyper casual oyunların artıq tendensiyası ölmək üzrə idi. Komanda formasında qərara verdik ki, biz yeni bir proyekt üstündə işləməliyik, hansı ki bizi daha irəliyə apara bilər və daha hazırki tendensiyaya, hazırki trendlərə uyğun olan oyunlar, sevilən oyun olsun. Bütün böyük oyunları, tanınmış oyunları, bizim inspire olduğumuz oyunların hamısını araşdırıb onların yaxşı tərəflərini, feedbackləri araşdırdıq. Onlardan bir oyun janrı çıxartdıq ortaya ki, biz hansı janrı təsdiqləyək ki, biz onun üstündə bir ssenari quraq. Bu janr oldu ki, action, adventure və tərkibində də horror olan bir janrdır. White Desert əslində həqiqi bir lokasiya var Misirdə. Qumluq səhranın ortasında ağ kristallar yaranan bir ərazi var. Onun adı White Desertdir. Biz də adını oradan ilhamlanıb götürmüşük və oyunumuz səhrada, Misirdə gedir. Dünya neçəncisi dünya savaşından sonra gələcəkdə olur. Yəni mutasiyaya uğramış insanlar, heyvanlar, onlara qarşı mübarizə. Bu oyun 5 saatlıq bir oyun olacaq. Missiyalardan ibarət. Yəni missiyaları oyunçumuz single player olaraq missiyalarını keçəcək. Bu oyunun ssenarisini komanda formasında 6 ay ərzində birlikdə oturub yazmışıq, fikirləşmişik, düşünmüşük hər etapını, hər döngəsini, hər missiyasını. Bəli, burada böyük bir komanda işi var. Yəni bu tək bir ssenaristin yox, ssenaristin verdiyi ideya əsasında komandanın formalaşdırdığı bir oyun ideyası var ortada. Bəs White Desert hal-hazırda hansı mərhələdədir? Yəni artıq oyunun onlayn platformalarda satışa çıxarılıb, yoxsa hal-hazırda demo mərhələdədir və ya ondan əvvəlki mərhələdə? Xeyr, hələ ki demo mərhələdədir. Çünki az öncə bildirdiyim kimi biz bu investisiyanı oyunu tamamlamaq üçün almışıq. Yəni bizim qarşımızda hələ bu proyektin bitməsi üçün 2 il də var. 2027-ci ilə planlayırıq. Çünki özümüz də bilirik ki, hər zaman hər şey istədiyimiz kimi, planladığımız kimi getmir. Biz oyunu daha yığcam və daha tez başa gəlməyin əvvəl planlayırdıq, amma sonra gördük ki, bizim bu ətrafımızdakı insanların, oyun industriyasında olan veteranların networkümüzün sayəsində, təcrübəli insanların fikirləri sayəsində qərarı almışıq ki, uğurlu bir oyun proyekti üzərində yaratmaq istəyiriksə, nəticəsinin yaxşı olmaq istəyiriksə, biz daha detallı, daha gözəl, daha belə immersiv bir şey yaratmaq üçün zamanı uzadıb daha keyfiyyətli bir iş əldə etməliyik. Çünki bu oyun industriyasında rəqabət çox böyükdür. Ölkəmizdə bu ekosistem və bu mühit elə də inkişaf etmiş bir səviyyədə olmadığı üçün bəzən bizim insanlara bunu danışdıqda təəccüblənirlər ki, necə olur bu? Yəni əslində dünyada gündə yüzlərlə oyun çıxır. Yəni minlərlə komandalar var və bunlar sanki yerli bazar üçün yox, dünya bazarı üçün bir oyun düzəldəndə dünya oyunçuları ilə rəqabət aparırıq, studiyalarla. O yüzden daha yaxşı işlər görmək üçün daha uzun zaman, daha böyük komanda, daha keyfiyyətli işlərə ehtiyac var. İşlərinizdə bir daha uğurlar arzulayıram. Bir də əsas belə deyək, tək oyun studiyasının yox da ümumi bütün yeni yaranan şirkətlərin, startapların ən böyük dərdi və məsələsi resurs, maddi resurs məsələsidir. Siz dediyiniz kimi 2016-da başladınız ilk dəfə studiya oyun sənayesine daxil olanda. Həmin zaman resurslardınızmı və ya bu yeni Polydreamə keçdikdə maddi resursdan nə qədər istifadə etdiniz və ya həmin maddi resursu necə təmin etdiniz? Əlbəttə ki, hər hansı bir işi quranda orada bir çox resurslar baş roldadır ki, komanda əsas resursdur. Bu komanda nəyə malikdir, hansı gücə malikdir və hansı bir produktu ortaya çıxarda bilər. Bu önəmlidir. Və bir də resurs olaraq dediyim kimi maddi resurslar lazımdır və yaxud da bunu əvəz eləyə biləcək publisher və ya investor. Öz təcrübəmdən və oyun industriyasına əsasən onu deyirəm. 16-cı ildə bir oyunla 1-2 nəfərlik bir birləşimlə, komanda ilə çox böyük resursa ehtiyac duyulmur. Sadəcə zamana ehtiyac var və yaxşı developerin olmalıdır ki, ortaya bir şey çıxarda biləsən. Amma artıq komanda qurulduqda, onun üçün komandanın həqiqətən təcrübəli şəxslərə ehtiyac var. Səninlə eyni vizyona, eyni məqsədə inanan, onun üçün çabalayan insanlara ehtiyacım var və həqiqətən də analiz eləyib, axtarış edib, research eləyib ortaya lazım ola biləcək insanların, oyunçuların, indi oyun industriyasından danışırıqsa, oyunçuların qəlbini fəth eləyəcək, sevə biləcəyi, həyəcanla oynaya biləcəyi bir oyun düzəltmək lazımdır. Əsas da o oyunu ortaya çıxartmaq lazımdır, o oyundur. Bir də ki, bu komandanı ayaqda saxlamaqdan ötürü biznes sistemi lazımdır. Sistem nə qədər olsa da ortada maddi bir imkan yoxdursa, o sistem heç vaxt düzgün işləməyəcək. Bir müddətə qədər öz maddi resurslarımdan istifadə eləmişəm ayaqda qalmaqdan ötürü. Bu sənayedə deyərdim ki, elə mənim etdiyim ən böyük risklərdən biri maddi resursları riskə atmağım olub. Yəni
komanda qurmuşuq. Maddi resurslarımdan istifadə etmişəm. Hansı ki, oyun sənayesindən anlayışım yoxdur, çünki mən biznesin idarə edilməsini oxumuşam. Komandamın bacarıqlarına, təcrübələrinə inanaraq bu işə girmişik ki, biznes tərəfi mənlik, texniki tərəfsizlik 3 əsas rol oynayır da, yəni prosesin yaxşı getməyi üçün. Birincisi güclü komandan olmaq və yaxud da bəli, insan resursları və yaxud da güclü olmaya da bilər. Komanda var və sən nəzərə almalısan ki, bu komanda nəyə qadirdir? Yəni mən öz komandamdan GTA 6-nı düzəltməyini gözləyə bilmərəm. Çünki GTA 6-nın üzərində birincisi həm veteranlar işləyir, hansı ki 60 yaşı var, 40 illik təcrübəsi var. Həm 900 nəfərə yaxın, 1000 nəfərə yaxın bir oyunun üstündə işləyir. Onu da mən Azərbaycanda təmin edə bilmərəm, çünki o qədər insan resursumuz yoxdur bu ölkədə oyun sənayesi üçün. Və onların xərclədiyi bir oyun üçün 2 milyard dollardır. Onu belə təşkil etmək olmaz. Yəni biz Azərbaycanda bu acı reallıqdır ki, oyun deyəndə hamı 5 il öncə deyirdilər ki, nə oyun. Amma indi yavaş-yavaş qonşu ölkələrdə, məsələn Türkiyədə və yaxud da başqa ölkələrdə, bəzi Qazaxstanda, Gürcüstanda, Özbəkistanda oyun sənayesindən çıxan bu xəbərlər bizim insanlarda bir fikir yaradıb ki, bu oyun sənayesi də var və doğrudan da gəlirli və maraqlı sənayedir. Elə bu ikinizə biraz daha danışmaq istəyirəm, detallı danışmaq istəyirəm ki, bu dediniz 5 il öncə, yəni hansı ki siz də 2016-da falan başlamışdınız. Mənim maraqlıdır ki, həmin o stereotipi necə qırdınız? Yəni ki, oyun studiyası yaratmaq, oyun yaratmaq, insanlar baxır ki, yəni oyun necə yaradasan, ya da bizdə heç əvvəl yaradılmayıb, niyə yaradasan kimi yəqin ki, belə maneələrlə qarşılaşmısınız. Həmin stereotipləri necə qırdınız? Tunar, onun bir nömrəli yolu etdiyin işləri göstərməkdir. Hal-hazırda 2025-ci ildə yaşayırıq, amma hələ də nə oyun deyən adamlar var. Onlara sadəcə oyunumuzun treylerini göstərirəm. Wow eləyir ki, bu bizim komandanın işidir. Yəni bu bizim ölkənin komandanın. Deyirəm ki, bəli, yəni o var. Yəni bu bizim ölkənin, bizim millətin çox böyük potensialı var. Sadəcə doğru mühit çox vacibdir. Doğru mühit, doğru şərait, yəni bu çox vacibdir ki, inkişaf daim getsin. Az da olsa getməlidir. Yəni yerində durmamalıdır, geri saymamalıdır. Bu Azərbaycanın oyun sənayesində bu son illərdə hansı işlər görülüb ki, bundan siz və ya digər oyun təşəbbüskarları faydalana bilib və bunlar düşünürsünüz ki, həqiqətən faydalıdır və bir də ki, sizcə həmin o doğru mühiti hansı ki, bundan sonra da artıq tək-tək yox, onlarla studiyalar yaransın, onlarla yeni oyunlar, təşəbbüslər yaransın. Bu doğru mühiti necə yaratmalıyıq sizcə? Onun üçün hal-hazırda Mədəniyyət Nazirliyi və İRIA böyük işlər görür, deyərdim. Yəni inkubasiya proqramları keçirdirlər, akselerasiyalar keçirdirlər. Xaricdən oyun sənayesinin böyük şirkətlərini dəvət edib Azərbaycanda təcrübə proqramları keçirdirlər, hansı ki biz onların hamısında iştirak eləyirik. Böyük təcrübədir, çünki təcrübəli insanlardan, şirkətlərdən nəsə öyrənmək bizim yolumuzu həmişə işıqlandırıb. Bu reallıqdır. İşlər görülür, amma bu ekosistem birdən-birə heç vaxt yarana bilməz. Bunun üçün ilkin növbədə oyun nədir, oyun necə yaradılır, bunun təhsili olmalıdır. Universitetlərdən söhbət gedir, yoxsa universitet, ən azı universitetlərdə bir dərs olmalıdır və yaxud da sağ olsun yenə adını çəkəcəm, Ülvi Aslanov məsəl üçün bu prosesdə əhəmiyyətli rol oynayır. Bu da akademiyada oyun sənayesinə böyük özen göstərərək orada dərslər keçirilir. Bu təhsil hissəsidir. Amma yenə deyirəm, məsəl üçün təhsil verib ortalığa kadrlar çıxardıb, amma iş verən tərəf olmayandan sonra o heç bir fayda vermir. Bunun üçün ekosistem tam olmalıdır. Kadrlar yetişir, kadrlar yetişəndən sonra doğru düzgün studiyalar olmalıdır ki, komandalara çalışsınlar, bir qatqıları olsun, nələrəsə nail olsunlar. Amma var Azərbaycanda var məsəl üçün Polydream var, Cool Beers var, Dynamic Box var. Bir neçə tanıdığım, mənim bildiyim dost-tanışlardan komanda işlədənlər var, komanda studiyalar olanlar var. Onların da komandası 10, 15, 20 nəfərə qədər çatır. Amma soruşsan ki, yeni kadr var, bəzən maddi resurs ona imkan verməyəcək ki, həmin yeni kadrları işə cəlb etsinlər, komandaya qoşsunlar və yaxud da ki, köhnədən çalışan yanındakı komanda yoldaşını yeni yaxşı kadra görə dəyişmək də düzgün deyil. Yəni o da balansı itirir. Ona görə burada publishing, investment, həmin o hissə gəlib ortalığa çıxır və yaxud da qrantlar ola bilər.
yeni yaranmış studiyalar üçün qrantlar ayrıla bilər. Ayrıca oyun üçün, yalnız oyun üçün startaplar üçün var ölkəmizdə bir çox VC-lər və yaxud da investor qruplar, amma oyun üçün də məsəl üçün olsa, hansı ki böyük ehtimal ki gələcəkdə olacaq. Sadəcə hər şey pillə-pillə yerinə oturmalıdır. Bəli. Yəni yavaş-yavaş da olsa inkişaf gedir. Yəni növbəti illərə daha çox ümidlər var, daha çox planlar var. Yəni ümid edirəm ki, yaxşı olacaq. Mən də ümid edirəm. Belə başa düşdüm ki, əsas məsələlər burada qrant və investisiya məsələsidir ki, həmin o publisherlar, yəni studiyalarda yaransın və həmin o kadrlar orada da çalışa bilsinlər. Kadrlar da yetərincə deyil. Bax, bu ikisi paralel birlikdə inkişaf etməlidir ki, yəni həm kadrlar yetişdikcə işə girə bilsinlər, işləyə bilsinlər. Məsəl üçün kadrlar bir müddət çoxaldılar, amma gördülər ki, iş verən tərəf yoxdur. Studiya azdır. Bəli, o qədər sahəsini dəyişən potensiallı gənclər tanıyırdım mən. Yəni bu paralel getməlidir. Bu burdan insan yetişdikcə burdan da iş verən tərəf olmalıdır ki, bir-birlərini balanslı şəkildə təmin edə bilsinlər. Yəni sadəcə qrant almaqla studiyaya və ya investisiya etməklə deyil. Bu tərəfdən də kadr yetişməlidir. Hal-hazırda məsəl üçün biz oyunumuzu Unreal Engine motorunda yığırıq. Ölkəmizdə 3-5 maksimum belə güclü, təcrübəli Unreal Engine developer varsa, onların 4-ü bizdə işləyir hazırda. Bizim komandadır. Onları da yəni uzun axtarışlardan sonra, nə bilim, birlikdə bir neçə proyekt etdikdən sonra, yoxladıqdan sonra biz komandaya qoşa bilmişik. Çox azdır. Yəni demək istədiyim odur ki, istədiyin kimi hansısa kadr lazımdırsa, sən məsəl üçün 3D artist lazımdırsa, 50 sallasan 50-si deyil yəni. Onu da axtarmalısan, sənə uyğununu tapmalısan. Çünki bu janrdan janra da çox şey asılıdır. Məsələn, oyunun janrına uyğun. Mən kompüter oyunu düzəldirəmsə, mobil oyun üzrə ixtisaslaşmış 3D artisti mən işə çağırıb ona böyük öhdəliklər verə bilmərəm. Yəni bu da balanslı şəkildə olmalıdır. Yəni çox dərin bir sistemdir. Onu sadəcə içində olub anlamaq lazımdır. Bir də bu sizin Holderim daxili çərçivəsində investisiya almaq barəsində biraz danışmaq istəyirəm ki, ümumiyyətlə bunu VC-dən aldınız, yoxsa angel investorlardan aldınız və həmin o investisiya raundu necə başladı və necə davam elədi? 3 ay öncə investisiyanı cəlb eləmişik Holderim studiyaya. Nəzərə çatdırım ki, 2022-ci ildən 2025-ə qədər biz öz hesabımıza işləmişik, çalışmışıq və elə bir mərhələyə çatmışıq ki, artıq həqiqətən də investora bir şeylər göstərib bizim uğurlu ola biləcəyimizi inandırma mərhələsindəyik. İnvestisiyanı da bir sirr açım ki, bizim investor bizə mən sizin oyuna yox, sizin komandanıza investisiya edirəm deyib investment edib. Yəni demək istədiyim odur ki, investorlar hal-hazırda insan resurslarına kapital qoymaq istəyir, nəinki produktlara. Onlar da düşünürlər ki, bu cür yaxşı potensiallı komanda uzun müddət birlikdə bir yerdə çalışsınlar, nələrəsə nail olsunlar. Yəni bir produktla, bir oyunla yetinməsinlər. Bu mələk investordur, bizə investisiya edən İrlandiya vətəndaşıdır. Yəni proses networking əsasında başlayıb, bir neçə ay müddət ərzində o investigation deyirlər, o proseslər gedəndən sonra investment edilmə qərarı alınıb. Biz deyək ki, kadrlara ehtiyac var və düşünürəm ki, bu kanal vasitəsilə də bir çox biz gənclərə çata bilirik ki, hansı ki, onlar gələcəyini belə deyək, seçmək istəyirlər, hansı ixtisas seçsinlər və s. Və siz onlara belə deyək, oyun sənayesini necə belə deyək, sata bilərsiniz? Yəni necə nələri paylaşa bilərsiniz ki, həmin o izləyicilər düşünsünlər ki, oyun sənayesində işləməkdə onlar özlərinin oyun sənayesində görə bilərlər, hansı bacarıqlar olmalıdır və ya hansı belə deyək, həvəsləri olmalıdır ki, oyun sənayesinə girsələr, onlar bir uğur əldə edəcəklər. İlk öncə yaradıcılıq qabiliyyəti çox önəmlidir oyun sənayesində. Yəni yaradıcılığı olmalıdır. Artistliyi, yəni rəsm qabiliyyəti olmalıdır. Bunu digital artda da ola bilər və yaxud da kağız üzərində də art sayıla bilər. Əsas odur ki, bu qabiliyyəti, skilli onda olsun. Və tək qabiliyyətlə də deyil, komanda birliyi mütləqdir. Komandada işləmə qabiliyyəti də çox önəmlidir. Çünki ideyalar birləşəndə, yaradıcılıq, kreativlik birləşəndə ortaya daha möhtəşəm işlər çıxır. Gənclərə məsləhətim olar ki, oyun sənayesinə girəndə öncədən qərar versinlər ki, hansı oyun sənayesi də dediyim kimi çox şaxəlidir. Hansı sahə üzrə getmək istəyirlər, özlərini 5 il sonra harda görmək istəyirlər. İlk öncə özləri haqqında, gələcəkləri barədə qərar verib, sonra bu nəinki oyun sənayesinə, hər hansı bir bütün sahələrə ilk öncə özləri öz
qabiliyyətlərini, skilllərini, bacarıqlarını dərk etsinlər ki, nəyə qadirdirlər. Ondan sonra qərar verə bilərlər ki, növbəti 5 il, 10 il ərzində özlərini harda görüb ona uyğun addımlar atsınlar və araşdırma etsinlər. Yəni araşdırma etmədən də yox. Əgər bacarıqlar var, amma bu bacarığı hansı yönə istifadə etmək doğrudur, insan gərək sevdiyi işi görsün. Bu da çox önəmlidir. Bax, sevdiyi bir işi görmək, yəni sevdiyi işdirsə nədən olmasın. Bir də demək istəyərdim ki, oyun sənayesinə atılan gənclər hal-hazırda çoxalıb ölkəmizdə. Bu çox gözəl haldır. Mən buna sevinirəm. Çünki bizə olan müraciətlərdə mən onu hiss edirəm ki, çoxalıb, yəni istəkləri sənayeyə girmək, oyunlar yaratmaq gənclərin indi əsas istəklərinə çevirib. Amma bildirmək istərdim ki, əgər onlar özləri tək başına bir şeyə başlamaq istəyirlərsə, həmişə nəzərə alsınlar ki, düşündüklərindən çətin və düşündüklərindən də gec və qəliz proses ola bilər. Yəni bunu nəzərə alsınlar. Yəni bu mənim başıma gəlib, yəni təcrübəmdən ona görə paylaşmaq istəyirəm. Yəni. Təşəkkür edirik. Bir də bizə oyunun yaratmaq prosesini biraz ümumi şəkildə proseslərin detallarını izah edə bilərsiniz məsələn. İdeya yarandı, onu bir formaya saldıq, struktura saldıq, sonra hansı proseslər gəlir? Məsələn, qəhrəmanların belə deyək, obrazların çəkilməsi və s. Mən məsəl üçün bizim komandamızın təcrübəsindən, orada gördüklərimdən danışım ki, məsəl üçün bizdə birinci ideya yarandı. İdeyanın strukturunu qurduq, biz hansı janrını, ilk növbədə hansı platforma üçün, kompüterdirmi, mobildirmi, yoxsa hansı konsoldurmu, ona uyğun bir qərar verdik, ideyanı ona uyğun təkmilləşdirdik. Sonra biz ssenarisinin strukturunu qururuq, ssenaridən sonra başlayırıq onları kiçik-kiçik hissələrə bölüb onların üzərindən çalışmağa. İlk növbədə blockout deyilən bir etap var. Əssetlər kubiklərlə əvəz olunur. Sadəcə həmin oyunun strukturu yığılır, blockout. Ondan sonra blockout əsasən konseptlər 2D artistlər tərəfindən konseptlər çəkilir. Detallı. Onun moodu da çəkilə bilər və yaxud da detallı həmin ərazi və yaxud da həmin detal necə görsənəcək onu da çəkilə bilər. Ondan sonra o proses 2D-dən keçir 3D-yə. 3D-də artıq onun 3D assetini yığırlar. Ondan sonra environment artist var. O assetləri birləşdirib həmin environmenti, həmin ərazini, həmin bir şeyi konseptdə olduğu bir formaya salır, oyunda görsənə biləcəyi hala salır. Biz xarakterlərdən danışırıqsa, hər hansı personajdan danışırıqsa, o personajın birinci xarakterləri yazılır ki, bu personaj hansı xarakterlər olacaq. Güclü olacaq, uzunboy olacaq, sərt görsənəcək və yaxud da necə görsənəcək. Onlar yazıldıqdan sonra konsept artist bu xarakterlərə uyğun olaraq bir personaj bizim oyunun janrına və ssenariyə uyğun bir xarakter dizayn edir, fikirləşir, düşünür, çəkir. Bu bir dəfəyə alınmır. Elə olur ki, 5 dənə, 10 dənə personajdan bir şey çıxır ortalığa və yaxud da tamam fərqli bir şey sonda əmələ gəlir. Və o da yenə sonra verilir 3D artistə. O da onun assetini 3D formasında. Sonra isə o əgər personaj danışacaqsa və yaxud da hərəkət edəcəksə, o animator hissəsinə verilir. Animatorun onun üzərində çalışır. Onun riqləri verilir, onun animasiyaları qurulur. O da böyük bir uzun bir prosesdir. Yəni məsəl üçün bir personajın ərsəyə gəlməyi üçün xarakter yazılmağından sonuncu animasiya hissəsinə qədər, yəni bir ay yarım çəkə bilir. Və bu sadəcə bir personaj üçün. Və bu sadəcə bir personaj üçündür. Bəli, işin sürətli getməyi üçün onun üçün mütləq komandada hər yöndə bir 2 nəfər, 3 nəfər olmağı daha məqsədə uyğundur. Bizim ölkəmiz şəraitində, yəni bizdə olan resurslar əsasən onu deyirəm. Yəni daha çox da ola bilər. Son isə olmazsa olmazımız AI, süni intellektin bu sahədə inteqrasiyası. Ümumiyyətlə bu sahəyə necə inteqrasiya olunur? Həm bu oyunların özünə, həm də ki bu oyunların yaradılış prosesinə, yəni hazırlanma prosesində nə kimi rol oynayır? Bizdə AI hal-hazırda bizim 2D artistlərimizin və yaxud 3D artistlərimizin işini deyərdim ki, bəzi momentlərdə 2x, 3x-ə qədər artıra bilir. Məsəl üçün, ilkin öncədə konseptlərdən danışım. Bir ideyanı düşünüb, daşınıb, test edib yoxlamaq əvəzinə biz Midjourney-dən istifadə edirik, məsəl üçün. Ora bizə lazım olan promptları veririk. İlkin təəssüratları, ilkin ideyanı bizə o verə bilir. Yəni AI verə bilir və biz ondan istifadə edərək onun davamında
həmin ideyanı, həmin konsepti daha da təkmilləşdiririk. Və yaxud da bizim oyunumuzun treylerini bəlkə də baxmısınız ya yox. Məsəl üçün orada səsləndirmə AI vasitəsilədir. Bizdə xanım səsləndirib bütün oyunun hissələrindəki dialoqları. O səsləndirmələri biz inteqrate eləmişik AI tooluna. Orada həmin bizə lazım olan intonasiyalarından tutmuş dilinə qədər biz ondan istifadə edib oyunumuzun treylerində istifadə etmişik. Düzdür, tam belə hazırki gündə çox ideal səsləndirmə və yaxud da çox belə ideal ideya vermə konseptində deyil AI. Amma bizim işimizi sürətləndirə biləcək dərəcəyə çatır yəni. Əgər bu dəqiqə düşünək ilkin vaxtlarındadır AI-ın inkişaf etməsi, sürətli inkişaf etməsi, bu indidən bu qədər sizə sürət verirsə, yəni işinizi asanlaşdırırsa, yəqin ki, növbəti 5 ildə, 10 ildə də daha da sürətləndirəcək prosesi, böyük bir faydası olacaq deyə düşünürəm. Bəli, məsəl üçün bir şey əlavə eləmək istərdim. Bu Sora OpenAI-ın çıxartdığı OpenAI-ın Sora toolu var. Sora 2 çıxıb hazırda. Məsələn, onunla video hazırlamaq olur, video formatı hazırlamaq olur. Məsələn, bizim ideyamız var. Deyim ki, bizə necə kömək olacaq o? Bir 5 il sonra komanda qurulmamışdan qabaq hər hansısa bir ideyası olan adam komanda qurub MVP və yaxud da treyler mərhələsinə qədər heç bir resurs xərcləmədən sadəcə AI tooldan istifadə edərək ideyasını video formatına gətirib, bu necə bir şey olacaq deyə göstərib, öz-özlüyündə və yaxud da komanda formasında komandamı tapa bilər, investorumu tapa bilər və yaxud da öz-özlüyündə qərar verə bilər ki, bu mənim ideyam demək ki, belə görsənəcək, belə olacaq. Və onda qərar verəcək ki, buna dəyərmi, dəyməzmi və yaxud da onu paylaşıb feedback alacaq auditoriyadan. Ona uyğun da qərar verəcək ki, bu ssenarinin və yaxud da bu oyunun, bu ideyanın arxasıca getməyə dəyər ya yox. Bu bizi yəni çox böyük bir tramplin rol oynayacaq gələcəkdə. Təşəkkür edirəm cavab üçün və son olaraq sizdən ümumiyyətlə bütün gənclərə təcrübənizə əsasən həm oyun sənayesi haqqında olsun və ya digər məsələlərdə verə biləcəyiniz son bir tövsiyənizi almaq istərdik. Gənclərə məsləhətim odur ki, əgər daha böyük uğurlara, daha böyük nəticələrə gedib çatmaq istəyirlərsə, komfort zonalarından çıxmağı bacarmalıdırlar. Əgər bir bacarıqları varsa, onun üzərində işləyib, çalışıb, onu daha yaxşı səviyyəyə çatdırıb, öz istədikləri yöndə addımlar ata bilərlər. Çünki bəzən həyatda görürük ki, indiki gənclər daha rahat bir yol axtarırlar ki, xüsusi bir stabil gəlirli bir yer olsun. Amma hansı ki, bu adamın çox gözəl belə skillləri, bacarıqları var, onun üzərində işləyib, çalışıb, onu təkmilləşdirmir ki, bəlkə də özü nələrsə tək nail ola bilər. Mən onu deyərdim ki, risk etmək lazımdır. Riski də düzdür, dərəcəsi var, amma yəni düzgün riski, bəli, həmişə çalışmaq lazımdır ki, doğru zamanda, doğru yerdə olmağı bacarsınlar gənclər. Təşəkkür edirəm cavablarınız üçün. Minnətdaram həm oyun sənayesindən, həm də ümumiyyətlə təcrübəniz barəsində bizə məlumatlandırdınız. Maraqlı bir müzakirə olduğunu düşünürəm. Təşəkkür edirəm. İzləyicilərə də xoş günlər arzulayıram. Çox sağ olun. Sağ olun.